Hamza salam dostlar, mən Toğrul YT. Bugün biz sizlərlə başqa bir kontent edirik. Bugün ən əvvəllərdən qalma nə varsa toplamışam. Baxın, lampaya qədər var yəni. Bunları eləyəcəyik, yəni çəkəcəm. Və bunu da bildirim ki, kanala like atıp abone olup like atmağı unutmayın. Dilim qarışdı. İlk tapdığım şey bu. Bu nədir bilmirəm. Düzün desəm. Və zımparaya oxşuyur. Və üstündə belə bir dəmir var. Bunu bəlkə başqa şeylərdə istifadə edə bilərəm. Bir də eynisini tapdım. Bu dəfə elə bil 50 ilin əvvəlidir. Tamamən eynidir prosto. Burada biraz nə olub bilmirəm. Amma nisbətən balacadır heç olmasın. Deməli, ən xoşuma gələn, indi göstərəcəm birazdan. Baxın, belə zər tapdım. Zər. Bu hardasa bir rahat deyim. Bu hardasa 50 ilim var. Yəni 50-cə ildir bu evdə dayanıb. Yəqin ki, bu 25 il, 50 il arası bir şeydir. Yəni heç vaxt bunu görməmişəm 11 yaşıma qədər. Və bir dənə bunu tapdım. Bu nədir desəniz, heç prosto bezli. Baxın, belə elə bir təmizləmək üçün tutaq. Atıram nəyisə təmizləmək istəyirəm. Atıram, indi tutaq. Şuranın burası məsələn şey olur. Dənizdir. Və bu niyə mən indi 100% aranızda deyənlər olacaq, bə yaxşı. Bunun kimi necə bu nədir bu qutu, bu nə üçündür? Qutu deyəndə ki, yəni bu bilmirəm bu nə deyirlər. Amma lüks şey olduğunu, lüks bir parça. Bax, parça. Elə belə sadəcə parça. Amma üstündə sponsorluq olmasın deyə oxumayacağım. Elə bir qızılı şəkildə yazılmış bir dənə marka var, firma. Sponsorluq deyil. Və bir dənə də bunu tapdım. Bu yəqin ki təzədir. Bu adapterdir. Yəqin ki 100% təzədir bu. Çünki əvvəllərdə micro USB idi, bu Type-C-dir. Bildiyimiz iPhone-lara girən bir adapter. Neçə watt olduğundan heç bilmirəm. Nə qədər də verdiyini hələ də bilmirəm. Bu düşünürəm. Bir dəqiqə, biz planlaşdırmadıq. Bunlar zəri dedim, bunu demədim. Bu hardasa bir 15 ilin olar. Bu 15 ilin olar. O ikisi də. Sonra bir də bu parça. Bu parça heç vaxt görməmişəm. Yəni 11 ilin ərzində bunu da görməmişəm. Lampada o əlim dəydi ona. Hə. Bu. Görsəniz də sponsorluq deyil, indidən bilin. Amma belə parça hissiyatı elə bil günümüzdəki barmaqcıqlara oxşuyur. Elə bil 1 və 2 manatlıq aldığımız barmaqcıqlara oxşuyur. Bunu deyirəm. Bu özdə nə qədər əvvəlin olduğunu bunun salafanından
Ayda bu bilirsiniz bu ne? Bir dakika ışığı yandırın. Heh, daim aydınlıq oldu. Baxın. Necə gör? Baxın, yəqin ki buralardakı qara nə bilim bilmirəm. Bunları görürsüz. Bu da o qədər əvvəlin bir şeyi olaraq deyir. Bunun yəqin ki rahat 25'i var. 25 ili var. Yoxsa bu qədər əvvəlin ola bilməz. Yəni əvvəlin deyəndə ki indinin ola bilməz. Çünki bu o qədər qalıb. Ona görə. Və mənə diqqət çəkən bir dənə də şey gördüm ki, bu niyə bu qədər bahalı bilmirəm. Bilmirəm neçəyə alınıb. Bu nədir? Bu bilirəm özdə. Yəqin ki atiki təmizləmək üçün belə onlara oxşuyur ha, belə atiki təmizləyənlər parça 100% odur. Bunu salamadım. Bir dəqiqə gözləyin. Dostlar saldım yarım yamalaq. Bilmədim. Belə salmayacağım ki. Bir də belə 4 yaşım var idi. Notebooklara çox belə xoşum gəlirdi. Də istəyirdim ki mənim olsun da. İndi varımdır. Və belə bir dənə şey eləmişəm. Banana Mac. Bunda da indi o görürdüm uşaq vaxtı lisanslı. Rock Phone. Oyun kompüterlərinə əsasən. Baxın. Bir bu sağ, sol, aşağı, yuxarı. Bu nədir? ESC. F4, Space, Shift, Alt. Bir də o mouse'un imleticisi var ha. Bir onu eləmişəm. Baxın burada. Belə eləyirdiniz, burada çıxırdı. Bir də belə də eləmişəm ya özdə. Burada imletici, Space, F7 yox, bir dəqiqə. F7, F6, F5, F4. Burada da Alt. Burada bu Shift idi. Shift, E, Shift, F, Y. Bir də bu Space. Burada yandırmaq işarəsi. Burada da gördüyünüz şey kamera. Bunu tapmam mən niyə indi görürəm bunları? Mən bunları çoxdan görməliyəm. O vaxtlarda elə bil monitorlara o qədər belə xoşum gəlirdi ki, nəyi var əzbərə verirdim. Bura özümdən uydurmuşam da indi. RTX 5090 90 AM2 4775. Budur. Bir də fanlar var altında. Fan. Soyutucu. Yəni o qədər başım çıxmış. Bu xoşlayırdım. Mənim kompüterim elə bil var. Notebook deyək də. Notebookdur bu. Notebookdur. Varım deyildi notebookum. Sonra lampa qaldı. Lampa. Baxın. Bu da deyim, rahat bir 20 ilim var çünki kimsə demişdi. Bunun içində bir şey tərpənir, görə bilərsiniz. Baxın burada. İçində nəsə belə eləyib ha. Bunda elə deyil. Bu 20 ilin. Bu deyim, yəni 5-6 ilim var bu notebook. Bu
Bunda elə deyil. Bu sıradan 21 wattlıqdır lampa. Yəni bunda da çox incələnəsi bir şey yoxdur. Burada işıq yanması yerlər. Buyur. Bu arada soruşacaqlar ki, Toğrul, niyə bu qədər vaxt video atmırdın? Niyə belə? Çünki məktəb KSQ çox belə var idi. Ona görə yəni. Arada bir short paylaşdım. O da arada bir də. Elə bu. Məktəb sadəcə. KSQ. Vəsiqələrimiz də başlayır. Bu da sıradan blok asma yeri. İndi keçək buna. Bunu ilk gördüyüm vaxt babamındır. İlk gördüyüm vaxt bu deyirdim ki, bir 50 il ön olar. Baxın. O kravatlara, kravat deyəndə ki, buradan asıl var ha. Onun elə bil belə taxmalı versiyonu. Amma mən bunu başqa cür istifadə edəcəm. Elə bil GoPro alacağam. Elə bil bilirsiniz necə edəcəm. Baxın, asacağam elə bil. Göstərirəm. Sadəcə asacağam. Onun üçün asmalı şeylər də var, amma internetdə baxdım. Bahadır. Yəni mənim üçün bahalıdır. Ona görə də bildiyiniz bir dənə də bunu istifadə edəcəm. Bu yox. Bu. Bax, bu GoPro-nu elə bil bunu girişinə taxacağam. Elə bil rayon və sair hansısa yerə getmək üçün GoPro istifadə edəcəm. Və normal bildiyimiz vlog və ya başqa şeylərdə də istifadə edə bilərəm. Ən axırıncısı bombadır. Bu da saat. Bu 1-2 ilin olar. Çünki atılıb qırağa USB ilə. Burada da bildiyimiz Apple Watch idi, nə idi? Apple Watch idi da. Hə. Apple Watch'ların bildiyiniz belə. Bu arada adını çəkəcəyim markaların belə sponsorluqla əlaqəsi heç yoxdur, yəni. Bir dənə də belə var. Bunu örtəcəm. Baxın, batareykadır. Bu əvvəllərin batareykasıdır bu, ha. Bilmirəm, indi satılmır. Budur. Bunda da 22'sinin bir 17 var. 10. Sonra bir de neler kaldı? Ha. Bir de dostlar. Bu. Babamın oldu evvel. Niye belə bilmirəm. Və işləmir. Amma zaratkası yerindədir. Ya bataryası. Bu arada çıkarılabilir, takılabilir. Bunu zaratkaya qoşacağım. Əgər işləsə yəqin ki video çəkdiyim telefondan elə buna keçəcəm. Bu arada necə işləyir hələ də bilmirəm. Yəqin ki bu işləməyəcək. Çünki bu bilirsiniz neçə ilindir. Ay Allah. Basılı saxlamışam və heç bir şey yoxdur. Nəsə yanmadı. Belə bilmədim. Bunu yəqin ki bir sonraki videoda yandırmağa çalışacağım.
Amma indicə hələ bu qədər tapmışam. Hə, bu qalıb. Bir də bu qalıb. Elə bu o Type-C-nin eynisidir, amma burada micro USB-dir. Bilmirəm, görə bilirsiniz yoxsa yox. Micro USB-dir elə. Buna girdi, taxdım. Heç belə cavab vermədi. Neyse dostlar, videomuz bu qədər idi. Like atıb təkrar deyirəm, kanala abunə olmağı unutmayın. Xoş günlər. Bay bay.